120 yaşlı Əminə Məmmədova İrəvan quberniyasının sakini olub. Qırğınlar zamanı Türkiyəyə qaçıblar, doğmalarını itirib. Ermənilər bir neçə qohumunu hətta onun gözü qarşısında öldürüb. Deyir ki, sonralar Türk əskərlərinin köməyi ilə vətənlərinə qayıda biliblər. Yesir elədi. Qarışqanın sanı var, yesinin sanı yox. Birinin boynunun dalına cadı zinanı soxubdu, zinanı. Hər qana verir. Yazıq əməlindən tutdu, gəldi ağrının döşündə öldü, orada basırdıq. Əməm apardı, basırdı, ermənlər zinana bulmuşdu. Gəldik başkəndə, töküldük, dedirik, gedək başkənddən kütdü da, deyəcək, zat gətirək, görək nə var, nə yox. Getdilər başkəndə, mal mıxda qalıb, uşaq nənnidə qalıb, çörək kündələnmiş qalıb. Bir adamını elə qırıblar ki, ermənlər, malları işdə bıçaqlayıblar. Ermənlər, hamısını ermənlər. Bizim qanlı dərə var. Ermənilər sizi müsəlman kəndlərini öldürmüşdülər. Və müsəlman kəndi müsəlmanı qırırdı da. Və ermənlər müsəlmanı qırırdı da burada. Bizim bir dərəmiz var, qanlı dərə deyirlər ya. Adına qanlı dərə deyirlər. İndi də qanlı dərə deyirlər. Bizim nə ki müsəlman var, dönüb dolu dərənin içinə ki, biz də bura dərədə bizi görən olmayacaq. Ermənlər yuxarıdan gəlib yalladır ki, yəni müsəlmancaq, biz müsəlmanıq, nə, bunlar elə bir ki, Türk gəldi. Müsəlmanlar çıxır da zağadan, tökürlər, Türk gəldi, bizə kömək eləsin də. Erməni elə qırır. Necə bıçağı? Deyir, bir daş var, dədəm deyirdi, bir daş var, yeşə daş, onun üstə qıyma dolğadılar. Mənim xalam qızını da ondan var dolğamışlar. Xalam qızı o kəndlər.